Bu sözü eşidən kimi dərhal mən getdim. 14-cü ilin, 15-13-cü ilin, 14-cü ilin İşit Terror Təşkilatının çağırışları mənim yadıma xatırladı. Əgər siz İşit Terror Təşkilatının İraq ordusuna, İraq əhalisinə, İraq ordusuna xitab etdiyi çağırışları, əgər siz İşit Terror Təşkilatının Suriya ordusunu və digər müsəlman ölkələri, hətta müsəlman ölkələri ordularına etdiyi çağırışları görsəniz, çox təəccüblü bir, yəni maraqlı bir məqam var. Bizdən İşit Terror Təşkilatının çağırışlarına diqqətlə qulaq asın. İraq ordusunu səfəri ordusu alır. Əlcə işi saf olur. Və İşit Terror Təşkilatı İraq ordusunu, yəni İşit Terror Təşkilatı deyək ki, bu ad altında, ondan öncə başqa ad altında mövcud olur. 2012-dən ta 17-yə qədər fiziki şəkildə İraqda mövcud olur. Bəyanatlarında daima İraq ordusunu səfəri ordusu alır. Bu bir, ikinci. Suriya ordusunu isə bəzən səfəri ordusu, bəzən Nümeyri ordusu, bəzən Hüseyri ordusu. Nümeyri, Hüseyri İsmaillilərdən ayrılmış bir qanun. Və o, Azərbaycanda olan o zümrənin məlum başçısının zındıq kəlməsini eşidən kimi dərhal bunu başa düşdüm ki, həqiqətən də bu söz, bu ifadə 13-cü, 14-cü ilində İŞİDin çağırışlarının sanki Azərbaycan nüsxəsidir, Azərbaycan kopyasıdır.